Choose the correct interrogative sentence. Düzgün sual cümlesini seçin. A variantında ifademiz how old are you olmalıydı ki sənin neçə yaşın var sualını verək. Burada how are olduğu yazıldığı üçün yanlış götürülür. Daha sonra B variantında why are you happy? Sən nəyə görə xoşbəxtsən? Bizim doğru cevabımız B variantında qeyd olunmuşdu. Çünki why-dan sonra biz köməkçi feil, yəni to be-nin forması, daha sonra mübtəda və xəbərin ad hissəsi olan happy sözündən istifadə etmişik. Tərcümə və qrammatik cəhətdən B variantı doğru cavabımızdır. Daha sonra C variantında what your is favorite toy əslində olmalıdır. What is your favorite toy? Yəni yəli əvəzliyindən sonra biz ismi yazmalıydıq və yəli əvəzliyi artıq isimlə işlənmədiyi üçün səhvdir. Daha sonra what date it is today qeyd olunub. Biz sual cümləsində birinci köməkçi feil, sonra mübtədanı əlavə etməliyik. Yəni what date is it today olmalıdır. Ona görə D variantı da səhvdir. Where is your parents? Bizim mübtədamız parents cəm olduğu üçün xəbərimiz is yox, are qeyd olunmalıydı ki, Y variantı düzgün qəbul olunsun və mübtəda xəbər uzlaşması yanlış olduğu üçün Y variantı səhv götürülür. Doğru cavabımız B variantıdır.